Buyur sual oxu Güran. Paraqamın hündürlükləri 6 kütüyüz və 8 cm. Caqla da bir dəqiqə. Bu qeyd eləsin. 6 3 Aha. 2 bərabərdir 8. Onlar arasında bucaq 60 dərəcədir. Paraqamın sahəsini tapın. Paraqamın sahəsini tapın. Gəlin paraqam çəkirik. Aha. A, B, C paraqramı. Aha. Hündürlükləri bu 6 köklü üstü, bir hündürlüyü. Əhsən. Bir hündürlüyü də ki 8 cm. Əhsən. Olar. Arasındakı bucaq 60 dərəcədir. Parallelogram sahəsi tapın. S, A, B, C, D bərabərdir. Oğulsan, nə hal oldu? Aha. Bu da 60 dərəcə. B aralarındakı bucaq 60 dərəcədir. Bura verək E. Aha. Bura verək E. Bura 90 dərəcədir. 90 dərəcədir və 4 bucağın daxili bucaqların cəmi 360 dərəcəyə bərabərdir. Əhsən. 90 üstə 90, 180, üstə 60, 240, 360-dan çıxanda 240, yəni bucaq D 120 dərəcədir. Əhsən. Burada bucaq D ilə bucaq C-nin cəmi 180 dərəcəyə bərabərdir, onu bilirik. Ona görə də bucaq C də olur 60 dərəcə. Əhsən. Bucaq C və bucaq A qarşılıqlı bucaqlar da bərabərdirlər. Bucaq A olur 60 dərəcə. Aha. 60 dərəcə bucaq A olur. Burada bucaq F 90 dərəcədir gördüyünüz kimi. 60 90, onda burada olur 30 dərəcə. Əhsən. 30 dərəcə. Burada 6 köklü üstü. Yəni 60 dərəcə qarşısında 6 köklü üstə. Deməli 30 60 90-da tərəflər 1 köklü 2 olur. 6 köklü 60-ın qarşısında deməli 30 dərəcə qarşısındakı tərəf, yəni AF 6 cm-dir. Ay sağ ol. 6 cm. Onda 90 dərəcə qarşısındakı bucaq, yəni AB olar 12 cm. Əhsən. 12 cm. Bilir ki, paralleloqramın yan tərəfləri paralel və bərabərdir. 12 olarsa CD də 12 cm-dir. Əhsən. 12 cm-dir. CD 12 cm. CD-yə çəkilən hündürlük 8 cm-dir.